Əqidə dərslərinə davam edirik. 7-ci dərsdəyik. Kitabın 45-ci səhifəsində. Şərhul Əqidət Təhawiyyə, Təhavi əqidəsinin şərhi. Səhifə 45-dən davam edək inşallah. 29-cu maddə. Məxluqatı elminə uyğun yaratdı və onlar üçün qədər təyin etdi. Hər bir şey Allahın elminə uyğun şəkildə yaradılmışdır. Gözümüzdən gördüyümüz aləmdə hər bir şey bizim bildiyimiz, bilmədiyimiz və qədər təyin etdi. Şərhinə baxaq. Bu ifadə aləmdə baş verən hər işin Allah Taala'nın təqdiri ilə olduğunu izah edir. Yəni Allahın qədəri ilə baş verir. Əbu Hanifədən rəhməhullah qədər haqqında soruşulduqda ondan Allah Taala bu barədə Quranda açıqlamışdır deyərək ardından bu ayəni oxumuşdur. İnna kulli şeyin xalaqnahu biqadar. Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə lazım olduğu qədər yaratdıq. Aləmdə elə bir şey yoxdur ki, ilahi qədər ora daxil olmasın. Hər bir şey Allah Taala bir ölçüdə, bir qədərdə yaratdı. İstər bu insanın başına gələn hər bir şeylər olsun, istər aləmdə yaradılan hər şeyin ölçüsünə uyğun olsun, zamanına uyğun olsun, baş vermə hadisəsi olsun, fərq eləməz. Hər şey bir ölçüyə tabidir, bir qədərə tabidir. Qədər iki növdür. Onlardan birincisi, hər şeyi, xeyri, şəri, yaxşını, pisi, hikmət olmayan şeyləri daşıdığı mahiyyət üzrə müəyyənləşdirməkdir. Allah əzəldə xeyri və şəri hələ yaratmamışdan öncə xeyri və şəri təqdir etmişdir. Yaxşını, pisi, hikmətli olan, hikmətli olmayan şeyləri öncədən təqdir etmişdir. Hikmətin də izahı budur ki, hikmət hər şeyi olduğu kimi, layiq olduğu şəkildə etmək deməkdir. Qədərin ikinci növü nədir? Xeyr və ya şər olsun, hər şeyin olduğu kimi həyata keçəcəyi vəziyyəti və bunlara aid olan savab və cəzanı təyin etməkdir. Öncədən xeyr və şərin, yaxşı və pisin, hikmətli olmayan şeyləri Allah Taala əzəli elmində təqdir edir və bunlar da həyata keçməsi, baş verməsi, bunun müqabilində də mükafatın olması və ya cəzanın olması, insanın savab qazanması, günah qazanması və son nəticədə də ilahi cəzaya düçar olması və ya mükafatın alınması, bunlar hamısı qədər mövzularına aiddir. 30-cu maddə onlar üçün vaxt, yəni əcəl təyin etdi. 29-cu maddənin davamıdır. Onlar üçün vaxt, yəni əcəl təyin etdi. Şərhində qeyd edilir ki, bu araşdırma onların hər biri üçün dəqiq və qəti vaxt təyin olduğunu göstərir. Yəni yaradılmışlar üçün dəqiq bir vaxt təyin edir Allah Taala. Əcəlin gecikdirilməsi və ya tezləşdirilməsi ehtimal olunmur. Belə ki, Allah Taala Quran-ı Kərimdə buyurur ki: "Fəizə cəə əcəluhum la yestəxiruna sa'a və la yestəqdimun." Onların əcəli gəlib çatdıqda bircə saat belə ondan nə geri qalar, nə də irəli keçə bilərlər. Başqa bir ayədə də Allah Taala buyurur ki: "Kitabən müəccələ." Vaxtı müəyyən edilmiş bir yazıdır, buyurur Allah Taala. Burada iki məna var. Birinci məna, nə geri qalan, nə də irəli keçən təyin olunmuş bir yazıdır. Yəni, bu elə bir yazıdır ki, nə geri çevirilər, nə də biraz da qabağa ötürürlər. Öncədən hər şey təqdir olunub. İkincisi, lövh-i məhfuzda yazılmış açıq aydın yazıdır. Bütün hər bir şey Allahın kitabında öncədən yazılıdır. Necə ki Allah Teala buyurur: "Və kulli şeyin əhsaynahu fi imamin mubin." Biz hər şeyi hesaba alıb açıq aydın kitabda, yəni lövh-i məhfuzda təsbit etmişik, qeyd etmişik. Demək, alimlərimiz deyir ki, qədərin 4 mərhələsi var. Məsələyə oradan baxmaq lazımdır, qədər məsələsinə. Birinci mərhələ elmi ilahidir. Qədər olacaq hər şey
Allahın elmi çərçivəsindədir. Nə yerdə, nə göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz ayəsi. Yəni, olub bitən hər şey Allahın elmi çərçivəsindədir. Onun elmi xaricində heç bir şey baş vermir. İkinci mərhələ isə elmi ilahidə olanların qeydə alınmasıdır. Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmazdan əvvəl bir kitabda, yəni lövh-i məhfuzda yazılmış olmasın. Şübhəsiz ki, bu Allah üçün asandır. Hədid surəsi 22-ci ayə. Üçüncü mərhələ nədir? وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءُ اللّٰهُ رَبُّ الْعَالَمِينَ Aləmlərin Rəbbi olan Allah istəmədiksə, siz istəyə bilməzsiniz ayəsi. Yəni, hər şey Allahın iradəsinə bağlıdır. Allahın iradəsi xaricində heç bir şey baş vermir. Bu da qədərə aiddir. Dördüncü mərhələ nədir? Ya, bunların üçünün cəmi. Aləmdə hər şey Allah Taala'nın elminə uyğun olur. Elminə uyğun olmayan heç bir şey yoxdur. Yazığına uyğun olur və lövh-i məhfuzda yazılanlara uyğun olur və iradəsinə uyğun bir şəkildə baş verir. Allahın istəyinə uyğun bir şəkildə baş verir. Raşidi xəlifələrdən sonra bəzi firqələr meydana gəldi. Məsələn, bir tərəfdə Cəbriyə deyirdi ki, insan küləyin qabağında əsən bir yarpağa bənzəyir. Bu hansı tərəfə əsəcək, küləy hansı tərəfə əsəcəksə, yarpaq da o bir tərəfə yuvarlanacaq. İnsanı buna bənzədirdilər. Yəni, dolayısıyla insan necə istəyirsə, elə hərəkət etmir. Bizim bütün hərəkətlərimiz Allahın istəyinə bağlıdır və biz buna məcburuq, məhkumuq. Digər bir tərəfdə isə qədəriyyə məzhəbi meydana gəldi. Batil firqələrdir bunlar. Onlar da deyirlər ki, biz öz dünyamızı özümüz idarə edirik. Yəni, Allah Teala insanları yaratdı, yer kürəsini yaratdı və yer kürəsini insanların ixtiyarına buraxdı. Yəni, Allahın yer üzərindəki təsərrüfünü, yəni idarə etməsini inkar edirdilər. İki baxış tərzi də Allah haqqında batildir. Cəbriyə tərəfdən baxanda Allah sanki qulları üçün belə deyək, zülm edir qullarına. Yəni, qulların heç bir iradəsi yoxdur. Yarpaq kimi, hara köyə əslisə, ora gedir. Qul yaxşılıq istəsə, ona nail ola bilməz. Ancaq onun üçün ya piş, yaxşı, nə Allah onun üçün qoyubsa, budur yəni. Bu da Allah'ı haşa zalim şəkildə bir təsəvvür yaradır insanda. Qədəriyyə tərəfdən baxanda da Allah sanki aciz bir quldur. Aciz bir Allah təsəvvürü yaradır insan təsəvvüründə. Yəni, yer üzərində kim nə edirsə, Allah ora müdaxilə eləmir. Belə bir təsəvvür. Əhl-i Sünnə isə deyir ki, bəli, insanın da iradəsi vardır, lakin Allah Taala'nın da iradəsi vardır. Allah Taala zalim deyilir, həmçinin Allah Taala yeryüzünün iradəsini tamamilə insana həvalə etməmişdir. Saf surəsində Allah Taala buyurur ki, فَلَمَّا زَاغُوا أَزَاغَ اللّٰهُ قُلُوبَهُمْ Onlar haqq yoldan azdıqları zaman Allah da onların qəlblərini azdırdı. Yəni, insan içki məclisini deməli, tərcih etdisə, seçdisə, Allah da bunun üçün qulu üçün yaradır bunu. Yəni, insan öz ocağının odunu özü yandırır, özü toplayır. İnsan belə istədiyi üçün də Allah Taala bunu onun üçün yaradır. Həmçinin bir növ tarlaya əkdiyimiz toxuma bənzəyir. Biz toxumu əkməsək, o toxum yetişməz. Demək, yaratmaq, o toxumun yetişməsi, əmələ gəlməsi Allahlıqdır. Biz sadəcə o toxumu əkirik. Odur ki, yəni, biz öncə toxumu əkməliyik, yəni bizdən hərəkət olmalıdır. Allah da, əsas, belə deyək də, biz çox cüzi bir işi görürük. Sadəcə toxumu əkməklə cüzi bir iş görürük, amma onun yetişməsi, əmələ gəlməsi hamısı Allahlıqdır. Dolayısıyla insanın da burada iradəsi, cüzi iradəsi məsələsi var ki, insan o cüzi iradəsi ilə yaxşı və pisi seçir və Allah Taala da buna uyğun olaraq insanı imtihan edir. Yoxsa qədəriyyənin və cəbriyyənin dediyi kimi deyildir.
31-ci maddə onları xəlq etməzdən əvvəl feillərindən, yəni əməllərindən heç bir şey ona gizli deyildir və onları yaratmazdan əvvəl nə etdiklərini bilir. Bəziləri Allah şəri bilmir, Allah şərdən xəbəri yoxdur. Olan bitən şeylərdən xəbəri yoxdur, yəni şər barəsində. Ancaq xeyir istəyir Allah. Sanki əvvəllər iki ilah, xeyr Allahı, şər Allahı deyə belə ikili ilah inancında belə bir şeylər var. Oradan götürülmə düşüncələrdir bunlar hamısı. İslam əqidəsində elə bir şey yoxdur. Şərhinə baxaq. Yəni onları yaratmamışdan əvvəl bəndələrin əməllərindən heç bir şey Allah üçün gizli deyildir. Bu ifadə Uca Allahın var etməzdən əvvəl məxluqların hər biri barədə öncədən bildiyini açıqlayır. Çünki Allah Taala öz sifətləri ilə qədimdir. Onun sifətlərindən biri də bütün məlumatları var olmamışdan əvvəl alim olmasıdır. Qulu yaratmamışdan qabaq Allah Taala öz əzəli elmi ilə qədimdir, yəni əzəlidir Allah Taala. Öz əzəli elmi ilə qulu barədə bütün məlumatları bilir. O alim sifəti ilə. Burada Uca Allahın hər şeyi bilməsi yaratma ilə yanaşı deyilir çünki məxluqu bilmək yaratmağın şərtlərindəndir. Yaradan öz məxluqu haqqında məlumatı olmalıdır. İnsan robotu düzəltdiyi zaman bilir ki, o robot hara gedəcək, necə hərəkət edəcək, hansı işləri görə biləcək. Dolayısıyla Allah Taala da yaratdığı qulu nə edəcək, necə olacaq, hansını seçəcək, yaxşını, pisini seçəcək, hansı müsibətlə üzləşəcək, Allahın elmində bunlar vardır. Allah Taala kitabında buyurur ki, Ələ ya'ləmu mən xalaq. Məgər yaradan bunu bilməzmi? Və huvə xallaqul alim. Hər şey yaradan, hər şey bilən odur. Və huvə bi kulli xalqin alim. O hər bir məxluqu çox gözəl tanıyandır. Məsələn, son günlərdə yaşadığımız bir müsibət, istər Türkiyədə olsun, istər Suriyədə olsun, deyirlər ki, bəs o uşağın günahı nə idi? Yazıq uşağın günahı nə idi? Valideynsiz qaldı. Bütün hamısı yəni öldülər valideynləri. Bunu tez-tez hallandırdılar son zamanlarda. Xatırlayın qardaşlar, Quran-ı Kərimdə Allah Taala Yusuf surəsində Yusuf əleyhissalam hələ uşaq ikən, kiçik yaşlarda ikən qardaşları onu aparır, öldürmək üçün aparır. Nəhayət qərarlaşırlar ki, bir quyuya ataq. Düşür quyunun içərisinə. Qardaşlar geri qaydarkən onun bir qanlı köynəyini təqdim edir atası. Yəni ki, canavar bunu parsaladı, yedi. İndi atanın o vaxtki halını düşünün, atanın keçirdiyi stresi düşünün. Bir də o uşağın o quyudakı keçirdiyi stresi düşünün. Ata yox, ana yox, qardaşlar da belə bir xəyanət elədi. Ondan sonra o da uşaqdır, düzdürmü? Allah Quranda bunu bizə təqdim edir. Ondan sonra uşaq oradan yoldan keçənlər götürürlər. Uşaq hələ azadlığa çıxmış sayılmır. Tam əksinə bundan sonra onun üçün hansı həyat başlayır? Bundan sonra qul kimi satılacaq bazarda. Yenə də atadan, anadan uzaq, öz ölkəsindən uzaq, başqa bir yerdə. Amma nəticəsi nə oldu? Nəticəsində Allah Taala onu mükafatlandırdı. Ata belə oradakı atanın halını fikirləşək, ağlamaqdan gözləri kor oldu. Düzdürmü? Allah Taala bunu təqdim edir bizə Quranda. Demək ki, hər şey bizim istəyimizə uyğun yox, bizim çəkdiyimiz filmlər, senariyə uyğun deyil dünyada baş verənlər. Allahın senarisi uyğun şəkildə baş verir. Bəlkə o insan, o uşaq gələcəkdə Allah onun üçün o imtahanı keçərsə, daha müvəffəqli və yaxud da onun üçün bu hal onun üçün yaxşıdır. Onu Allah bilir, biz bilmərik təbii ki. 32-ci maddə ona itaat etməyi əmr etdi, üsyan etməyi qadağan etdi. Allah quluna ancaq itaəti əmr edir. Allah üsyanı quluna əmr etmir. Yəni, üsyan edirsə, qul öz istəyi ilə edir bunu. Allah qulu üçün üsyan, pis şeyləri istəməz. Yaratma mövzusundan sonra əmr və qadağa barədə söz açılır. Allah Taala bəndələrinə əmr və qadağalarına riayət etmələrini, onları qulluq
yəni ibadət üçün yaratdığını bildirir. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Yəni onlara ibadəti əmr edirəm və günahı qadağan edirəm. 33-cü maddə, hər şey onun qüdrəti və iradəsi ilə olur. Bildiyimiz kimi, Əhl-i Sünnət vəl Cəmaatın nəzərində hər vəcdə gələn varlıq istər xeyir olsun, istər şər, Allahın iradəsi, istəyi və qüdrəti ilə olur. Uca Allah Quran-ı Kərimdə buyurur: "Vallahu xalaqakum və ma ta'malun." Halbuki sizi də və sizin düzəltdiklərinizi də Allah yaratmışdır. Yəni bütün əməllərinizi Allah Teala yaradır. Başqa bir ayədə buyurur ki: "Xaliqu kulli şeyin." Hər şeyi yaradan odur. Yəni bəndə yaradıcısının zəruri bildiyi şeyi edir. Onun qüdrəti ilə və iradəsi ilə dediyi baş verir. 34-cü maddədə bunun davamıdır. Onun iradəsi ilə hər şey yerinə yetər. Bəndələr ancaq Allahın onlar üçün istədiyini istəyər. Allahın onlar üçün istədiyini istəyər. Bəndələri üçün nəyi murad etmişsə, o olur. İstəmədiyi olmaz. Allahın istəmədiyi şey qul üçün olmaz. Şərhinə baxaq. Allah Azze və Cəllə Quranda buyurur ki: وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءُ اللّٰهُ رَبُّ الْعَالَمِينَ Aləmlərin Rəbbi olan Allah istəməsə, siz bunu istəyə bilməzsiniz. Yəni Allahdan başqasının istəyinin həyata keçməsi onun acizliyinin əlamətidir. Allahın istəyinə uyğun olmayaraq, qulun istəyinə bağlı olsaydı, bunlar hamısı, belə deyək, batil əqidə sahiblərinə bir rəddiyə eyni zamanda bütün bu cavablar. Əgər deyir, onun acizliyi, Allahın istəyinin xaricində baş versəydi hər bir şey, bu Allahın acizliyi əlaməti olmuş olardı. Belə ki, uca Allahın mülkündə istəmədiyi bir şey baş verərdi ki, bu da Allaha görə qeyri-mümkündür. Dilədiyini hidayət edər, istədiyini öz fəzli ilə qoruyar və ya afiyət verər, dilədiyini doğru yoldan azdırar, ədaləti ilə dilədiyini köməksiz qoyar və ya sınayar. Hər kəs Allahın fəzli və ədaləti arasında Allahın diləməsinə gedib gələr, onun istəyi ilə birindən digərinə nəql edə bilər. Yəni İmam Tahavi burada deyir ki, izah etmək istəyir ki, bəndələrin məsləhətinə riayət etmək Allah Taalaya vacib deyil. Əksinə onların istədiyi kimi idarə edir. Çünki aləm onun mülküdür. Onları istədiyi kimi idarə edir. Çünki aləm onun mülküdür və mülk sahibi də istədiyi kimi öz mülkü ilə rəftar edir. Necə ki, uca Allah Quran-ı Kərimdə buyurur: "Və yef'alullahu ma yasha." Allah istədiyini edər və "İnnallaha yahkum ma yurid." Şübhəsiz ki, Allah istədiyini hökm edər. Burada Mötəzilənin bəndələrinə nəyin daha məsləhətli olmasını etmək Allaha vacibdir. Mötəzilə nə deyir? Bəndəsinə, Allahın bəndəsinə nə məsləhətdirsə, Allah onu etməsi Allahın üzərində vacibdir. İddiasına rəddiyə var. Quran-ı Kərimdə zəlalətlə yoldan çıxarma, azdırma bağlı ayələrin çoxunda açıq aydın onların fikrinə cavab verilir. Belə ki, Allah Teala buyurur ki: "Yudillullahu men yeşâ'u və yehdi men yeşâ." Allah istədiyi kimsəni haqq yoldan saptırır və istədiyini də doğru yola salır. Digər bir ayədə "Yudillu bihi kəsirə və yehdi bihi kəsirə." Allah bununla bir çoxlarını zəlalətə salır və bir çoxlarını isə doğru yola yönəldir. Başqa bir ayədə də وَلَوْ شَاءَ رَبُّكَ لَآمَنَ مَنْ فِي الْأَرْضِ Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. Və başqa bir ayədə də فَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَ Əgər o istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi buyurulur. Əgər Allah qullar üçün daha mənfətlisini etmək
Allah üçün vacib olsaydı, onda heç kəs kafir olmazdı. Və aləmdə kimsə üsyan etməzdi Allaha. Demək ki, Allahın üzərinə qulları üçün münasib olanı etməsi vacib olsaydı, onda kafir olmazdı şey üzərində. Onda belə çıxır ki, Allah üzərində vacib olanı yerinə yetirmir deməkdir. Bu, Mu'təzilənin fikrinə rəddiyədir. Çünki küfr və üsyan bəndələr üçün faydalı deyil. Uca Allah bir kəsin imanlı olmasını istəsə, bu bəndənin layiq olması ilə deyil, Allahın lütfu ilədir. Kafir olmasını iradə edərsə, bu da onun ədalətinin zərurətidir. Və Allah Teala bununla zalim olmaz. Çünki zülm başqasının mülkündə hərəkət etmək deməkdir. Uca Allah isə öz mülkündə idarə edir və etdikləri barədə sorğu-sual olunmaz. Qullar üçün daha mənfəətli olanı etməyi Allaha vacib bilmək Vallahu zul fadlil azim. Allah böyük kərəm sahibidir ayəsini batil edər. Çünki boynunda vacib olan bir haqqı yerinə yetirmək kərəm sahibi kərəm hesab edilə bilməz. Həmçinin bu uca Allahın Əl-Muhsin, yəni xeyrxah, Əl-Munim, yəni neymət verən, Əl-Mücmil, gözəllik bəxş edən və Əl-Mənnən, səxavətli kimi adlarını da batil edir. Çünki vacib olan bir şeyin yerinə yetirilməsi nə ehsan, nə kərəm, nə də xeyrxahlıq sayılmır. Yəni, insan bir yaxşılıq eləyəndə bunu məcburən etmir, düzdürmü? Bunu könlü istədiyi üçün edir. Allah üçün hansı bir şey vacib olarsa, onda səxavətli olma sifəti, xeyrxah olma sifəti, nemət verən sifəti də batil etmiş olur insan bu sözü ilə. Mu'təziliyə işarədir bu. Bir qeydim də var. Dedi ki, Allah, burada oxuduq ki, Allah nəyi diləyərsə, o olar. Allahın istəyinə uyğundur. Qədər mövzusu. Daha doğrusu, iradə mövzusu. Qulun iradəsi varmı? Bu ayənin tam mətninin birinci oxumalıyıq. Ayə necə başlayır? Şübhəsiz ki, Allah ağza qanadı və kiçiklikdə və ya böyüklükdə ondan da üstünlüyünü misal verməkdən çəkinməz. İman gətirənlər onun, yəni Qur'anın Rəbbindən gələn bir həqiqət olduğunu bilirlər. Kafirlər isə Allah bu misalı verərək nə demək istəyir deyərlər. Demək, Allah Teala hər hansı bir misal verməkdən, istər ağzaqanat olsun kiçikliyinə görə, istər böyük bir misal çəksin, Allah buna görə məsuliyyət daşımır. İman edənlər onsuz Allahı qəbul edirlər. Quran oxuduqları zaman qəbul edir. Amma qəlbində mərəz olan insanlar isə, kafirlər isə o ayələri ələ salırlar, insanları çaşdırırlar. Bunlardan sonra Allah Teala buyurur ki, yudillu bihi kəthira və yəhdi bihi kəthira və mə yudillu bihi illəl fəsiqin. Allah bununla, bu məsələ dilədiyinin bir çoxunu zəlalətə salır, dilədiyini də hidayətə yönəldirir. O bununla yalnız fasiqləri zəlalətə salır. Əgər biz ayələrə tək-tək baxsaq, sadəcə bu ayəyə baxsaq, bəzi firqələr kimi yolumuzu azmış olarıq. Haşa, sanki Allah istədiyinə hidayət verir, istədiyini də zəlalətə düçar edir. Düşüncəsinə gəlib çıxarıq. Lakin Allah kimi zəlalətə salacağını elə bu ayənin içərisində bildirir. Buyurur ki, ayənin sonunda وَمَا يُدِلُّ بِهِ إِلَّا الْفَاسِقِينَ. O bununla yalnız fasiqləri zəlalətə salar. Kimləri? Fasiqləri zəlalətə salar. Demək ki, Allah dilədiyini yoldan çıxarar, dilədiyini hidayət edər deyərkən kimləri qəsd edirmiş? Fasiqləri yolundan azdırar. Daha o fasiqlər kimlərdir? Əllədinə yənqudunə əhdəllahi min bə'di misaqih. Allah başqa bir ayədə buyurur ki, o fasiqlər bizi anladır. Allahla əhd bağladıqdan sonra o əhdi pozan kəslər. Allaha söz verən. İnsan bir iman etdiyi zaman
təzə İslam'a girdiyi zaman, namaz qılmağa başladığı zaman, ibadətə başladığı zaman sanki Allah söz verir ki, mən artıq bir daha haramlardan uzaq olacağam, içkidən, qumardan, qeybətdən və s. uzaq olacağam. Allah söz verir. Amma fasiqlər kimlərdir? Bu sözü pozan kəslərdir. Və yaqdauna ma əmərallahu bihi əyyusal. Allahın birləşdirilməsini əmr etdiklərini kəsənlər, yəni qohumluq əlaqələrini kəsənlərdir. İkinci bu. Üçüncü də və yufsidunə fil ard, yer üzündə fitnə, fəsad törədənlərdir. Ulaika humul xasirun, əsl ziyana uğrayanlar onlardır. Demək ki, bu üç fiil edən nə olur? Fasıq olur. Demək ki, Allah kimi zəlalətə düçar edir? Fasıq olanı Allah zəlalət edir. Yəni, Allah Teala dilədiyini, o Cəbriyəni dediyi kimi, külək hara əsirsə yarpaq da ora gedir, deyil. Allah qulu üçün pis şeylər istəməz. Belə bir sual da verən ola bilər ki, وَيَهْدِي بِهِ كَثِيرًا, biz çoxlarını da hidayətə yönəldir. Bax, bəs bu haqsızlıq deyilmi? Allah Teala bəzisini hidayətə göndərir. Hidayəti verir, amma bəzisinə vermir. Həmçinin başqa ayələri də var. Məsələn, Allah buyurur ki, əgər Rəbbin diləsəydi, yer üzündəkilərinin hamısını birlikdə iman sahibi edərdi. Elə isə insanları iman gətirməyə sən mi məcbur edəcəksən? Deyə Allah Rasuluna xitab edir. Başqa bir ayədə də Allahın izni olmadan heç kim iman gətirə bilməz. O, təfəkkür etməyənləri əzaba düçar edər. Bəs bu haqsızlıq deyilmi deyə belə sual ola bilər də. Hamı niyə iman gətirmir? Allah diləsəydi, yeryüzündəkilərin hamısı iman edərdi. Diqqət edilsə, Allah Teala ayənin sonunda buyurdu ki, وَيَجْعَلُ الرِّجْسَ عَلَى الَّذ۪ينَ لَا يَعْقِلُونَ, o, təfəkkür etməyənləri əzaba düçar edər. Kimləri? Təfəkkür etməyənləri. Allah dilədiyini doğru yola yönəldir, amma kim ki təfəkkür edirsə, demək ki, ibadətə başlamayan, ibadət yolunu tutmayan, İslam yolunu tutmayan kimsələr kimdir? Onlar təfəkkür etməyən insanlardır. Allahın yaratdığı varlıqlar üzərində düşünməyən, nə üçün yaranmışam, nə üçün yaşayıram və bundan sonra aqibətim nə olacaq, bu barədə təfəkkür etməyən insanlardır. O kimsələr ki, təfəkkür etmirlər, yəni ağıllarını işlətmirlər, Allah deyir, onları əzab edəcəm. Demək, Allahın verdiyi o neyməti sən istifadə eləmirsən. Allah sənə ağıl verib və digər varlıqlardan fərqləndirir. O, təfəkkür etməyənləri əzaba düçar edər. Demək, yuxarıda oxuduğum bu ayələri oxuduğumuz zaman mütləq Quranın bir tamamına baxıb, ondan sonra hökm verə bilərik. Sadəcə bir ayə ilə hökm verə bilmərik. Məsələn, Saf surəsində də Allah Teala 5-ci ayədə buyurur ki, فَلَمَّا زَاغُوا أَزَاغَ اللّٰهُ قُلُوبَهُمْ وَاللّٰهُ لَا يَهْدِ الْقَوْمَ الْفَاسِقِينَ. Onlar haqq yoldan azdıqları zaman Allah da onların qəlblərini azdırdı. Allah fasiqləri doğru yola yönətməz. Demək ki, qul özü azır və Allah da onu qəlbini azdırır. Demək, Allah heç bir zaman öz qullarına pislik istəməz. Öncə qul öz yolunu azır, amma Allah istəyir ki, qul deyir, mənə bir addım atsa, mən də quluma yeriyərək gələrəm. Qulun sadəcə olaraq bir addım atsın istəyir Allah Teala. O qul bir addımı atmırsa, inadında davam edirsə, küfründə davam edirsə bu baş verir. Allah onun qəlbini azdırır. Çünki biz oxuyuruq da, Bəqərə surəsini oxuyuruq. Neçə dəfə onlar, Yahudilər, İsrail oğulları inatkarlıq eləyirlər. Allah onlar nə qədər neymət bəxş eləyir, yenə də yollarını azırlar. Nə qədər Allah neymət verir, onlar yenə görməzdən gəlirlər. Nəhayət Allah onların qəlblərini sonunda möhürləyir. Allah dərhal möhürləmir. Çünki insan var ki, günahkar varlıqdır, Allah'a üsyan edir, amma bir neçə ildən sonra, bəlkə də ömrünün sonuna yaxın bir zamanda iman edir, doğru yola gəlir. Demək, Allah möhlət verir. Bu möhlət də sadəcə dünya həyatında baş verir. Və sonunda da suallar qoyub, o sualları da oxuyub, inşallah bitirək.
yaratdıqlarına bir qədər təyin etmişdir. Sözünün mənası nədir? Yaratdıqlarına bir qədər təyin etmişdir Allah Teala. Heç bir şey Allahın qədərinin xaricində deyildir, baş verməz. Yəni, insan ömrü nə bir saat geri çəkilə bilər, nə bir saat sonraya çəkə bilər. İlahi lövh-i məhfuzda yazılan şeylərin Allahın qədəri ilə həyata keçməsidir. İkinci sual, Allah Teala mükəlləf olanların, insan və cinlərin, yəni əməllərini yaratmadan öncə bilirdimi? Allahın elminin xaricində heç bir şey. Allah Teala nəyi əmr etdi və nəyi qadağan etdi? Allah Teala ibadəti əmr etdi və üsyanı qadağan etdi. Allah xeyri istədiyi kimi şəri də istəyirmi? Allah xeyri istəyir, şəri üçün quluna razı deyil. Bir ayət var, deyir ki, onlar üçün bir bəla nazil olduqda, bunlar nəfsdən, nəzərdən deyərlər. Onlar üçün bir xeyir hasıl olduqda, bu Allahdandır deyərlər. Amma onlar bilməzlər ki, xeyir də şər də Allahdandır. Təbii ki, xeyir və şər də Allahdandır. Amma Allah şəri qul üçün istəməz. Xeyri istəyər, şər istəməz. Qul özü bu yolu seçdiyi üçün Allah da şəri nəsib edir ona. İnsan özünə xeyir dilədiyi kimi şər də diləyir. Bəli. İnsan özü diləyir. Günahlarını bəli, gözəl. Allah istədiyini ədaləti ilə zəlalətə düşürür sözünü açıqlayın. Allah istədiyini ədaləti ilə zəlalətə düşürür. Qəbə bu dediyimizdir əslində. Bəli. Bəli. Yəni, yaxşı insan var, ədalətli insan var, doğru sözlü insan var və bir də fasiqlik yolunu tutan insan var. Allah ədaləti səbəbi ilə onu nə edir? Cəzalandırır. Zəlalətə düçar edir. Fasiqlik də insanın ağlını vurğuladıqca, insan ağlını, zəkasını işlətdirsə, onlar nəfslə hərəkət etdiklərinə görə zəlalətə düçar olurlar. Təbii ki. Nəfsinə uyur, şeytana uyur. Bəli. Gözəl. Allah həmimizdən razı olsun, əziz qardaşlar. Allah Teala faydalanmağı nəsib etsin.